Çoxumuz etiraf eləməsək də bu tələyə düşmüşük. Hətta çox yerdə bizi aldadırlarmış. Quzu yerinə qoyun qəfəsi satırlar. Qəfəsdə quzu əmlik quzu olmalıdır. Sulu, yumşaq, yağlı, parlaq, ağızda əriyəcək qədər dadlı. Ona görə ehtiyatlı olun. Quzu yerinə beçə seçənlər isə ürəyi rahat olsun. Qoçətdəki təndirdə beçəni sifariş eləyə bilərsiniz. Hər getdiyimdə mütləq çiğ köftə və onun yanında az-az məzələrdən ibarət bir kombin sifariş edirəm. Özlərinin təndirdə hazırladıkları çörəklərlə isti-isti yemək ləzzət eləyir. Məkanın salonu 2 hissədən ibarətdir. Ailə üçün geniş və işıqlı zal və digər qonaqlar üçün olan ikinci zal. Yeməklərin hazırlandığını özünüz gözünüzlə görə bilərsiniz. Açıq mətbəx konsepti burada fəaliyyət göstərir. Aşağı mərtəbədə həm namaz, həm də uşaq otağı mövcuddur. Uşaq otağında kamera birbaşa yuxarıya bağlıdır. Buna başqa Qoçətin İnqilab şöbəsində depozitə ehtiyac olmayan fərqli VIP otaqlar da mövcuddur. Bu şöbədə rahat parkinq ərazisi mövcuddur. Yerləşməsi də çox sadədir. Akademik Həsən Əliyev və Papanin küçəsinin kəsişməsində Elor çılçıraqları ilə üzbəüz.